bu gün İtaliya Azərbaycan Universitetinə gəzirik. Hiss edirsən tarixi. 687 balla utandın heç. Max A balı. Mən zəhləng gedirəm, mənim sənə zəhləm gedirdi. Oha, niyə ki? Davud Zəncilanlıymış. Tosu Zəncilan. Nuşitos. Salam dostlar. Necəsiniz? Hello. YouTube'a gedirik. Fevraldan sonra Ayanın YouTube'una geri döndü. Zo videosuna baxanlar, Zo videosu. Könüllü videosuna baxanlar, mələk. Ayan mən orada imposter adlatmışdım. Marafonda varam yoxsa? Marafonda var idin məncə. Var idi. Ayan bugün bizə xoş gəlib, qonaq gəlib. Yeni Ayağını binanı görənlərdəndir. Bəli, bu gün İtaliya Azərbaycan Universitetinə gəzirik və istəyirəm ki, siz də görərsiniz. Çünki bunu hələ YouTube'da paylaşan olmayıb. Mələk dedi. Ona görə də mən də Angıl dedi. Angıl. Nəysə, başlayırıq çəkək siz də görün. Allah nə edirsən ki, mən gedib orada? Yox, açacaqlar prosta indi açıb qoyurlar. Görürsünüz binalar. İşsiz bina haqqında məlumat verəm. Aha, buyurun bir dəqiqə. Bura C binasıdır, bura F binasıdır. Xanım. Ha, bu faşist. C binası daha çox təsəvvür və texnologiya görə oxuyanlar üçündür. Bura da açıq memarlıq və dizayn üçün oxuyanlar üçün danışamam. Orada zaten içəri girəndə dizaynları görəcəksiniz. Dizaynları. Dizaynları, yəni. Gidelim. Yaqub, sən nə oxuyurdun? Tez özür tərəflər. Sən nə oxuyurdun? Çarəsizdir. Şaş oxumazdı. Bir dənə balığı da de, bir dənə balığı da de. Deyim. Denən. 687 balından ödənişsizə qəbul. No, 687.1. Ha, o 0.1 balını bu arada önəmli var. Bəli. Onun hesabını ödənişsizə qəbul. Onu apellyasiyaya götürmüşdün. Bəxt. İndidən məhkəməyə özümü öyrəşdirdim. Görəm bu nəyin bayrağıdır? Görəm bu haram bayrağıdır? Millətdən şəkli var. Bu şəkildən 2000 il əvvəl istifadə olunmuş daşlardan düzəldilmiş lift əslində o nəsə 2000 illərə. Baba toxun da hiss edirsən tarixi. Bax buralarda hiss edirəm mən sənin. Bismillahirrahmanirrahim. Tarix var amma 2000 olmaz. Mən Hiss eləyəndə tarix olur, necəsə, tarixi birdən kötü oxumuşsun. Ancaq bizi çəkin, özünü də Gəl bir sən çəkək. Xoş gəlirsiniz xanım. Mənim anlarım da peşdi belə. Buradan 3-4 dəfə əvvəl gəlmişəm bura, qəbul olmazsan. Onca qəbul olmaz. Evdən dedim Sağma ki, çox sebebi. gəldim. Sağma sebebi. Olan işdir. Təki sən xoşbəxt olayan. Duygularım darmadım. Ay qınından çıxıb qınını bəyənməyən etməyinizdən Xeyir adayı yenidən gəlmək. Al. Burada xanaya müzakirə gedir. I'm going to get into the details on that one. So the most important thing is we can't just think about the skills. This is not that bad. All you have to do, you got to put ourselves in the jobs of AI. So you can be the best worker. Ayan dünyanı kəşf edir. Yan tarafa doğru. Yaqub, say hi. Yaqub say hello. Yaqub, həyəcanlanma Yaqub. Yoruldum. Ay, bura haradır Elman? Mən sıxarım buna. Ada da oxumaqla deyil. Rezil aldık babası. Məni əzdilər Yaqub. Yaqub, 687 balla utandın heç. Azsa. Arkadaşı gəzməyə olmadı. Lerin veriblər mənə. Burada dərslər keçiriləcək. Adı səsimizi eşitdi. Yox idi. Yox idi əvvəl. Çox qəşəng. Sən nizam kur. Çek. Ayan gəl, bekliyoruz Hepsini seni. çek, hepsini çek. Çek kameracı beni çek.
Biraz videolarda şey kimi görsənə bilərəm. Görməmiş, üniversitet görmüş. Yo, elə şey yox. Sənə qurban. Yo, mən özümə istəyirəm. Selam. Mənə qapqalarına baxın, dişi göstər. Gözün dişi. Amma elə çox bilinmir deməsin. Mən hiss edirəm əsas. Cəmaatın bildirməsi. Mən də taxmışam bu arada. Çox əziyyət. Dizayn və memarlıq fakültəsi. Bu niyə hələ də ada gedir? Bu İtaliya, Azərbaycan getmir bura. Əslində deyil. Əslində adanın binaları. Layihə də. Layihəli prosta. Sadəcə bayrağı var. Bayrağı var, adı var özü. Məsələn, bilsən necədir? Dərs sistemi və s. İtaliyanın bəzi universitetləri ilə əməkdaşlıq qururuq. Onların dərs sistemi ilə gedirik. Amma elə deyil. Bilən pis xəbərim var. Uşaqlar da hədli götürürlər. Götürsünlər. Bugünkü hədiyyəmiz ayağındır. Biz də ağlayalım. Ora dostlar qəzəl eviymiş, amma filarmoniyaya oxşuyur. Fikir verirsiniz, ayağın gəldiyi gün günəş çıxır. Mən də onun fərqinə vardım bu gün. Dünən yağış yağırdı, külək vardı, amma ayağın gələn gün günəş çıxır. Yaqub bir də onun sözü. Ada ayağını arzulayır. Bəli. Əlbəttə arzulayır. Yəni siz necə adam məni qəbul etsəydi. Hər şey farklı ola bilirdi. Yəni bir bloger qazanmış olacaqdı. Yəni. Nə bilim, yəni ən azından abituriyentləri adaya influence edəcəkdim. Bəli. Amma İndi Unekə çağırır məsələn. hə görürsünüz. Məsələn, mənim qohumumun bacısı artıq yünəkə vermək istəyir ayağın sayəsində. Niyə? Acaba niyə? Adaya yönləndirdi də. Deyirəm Məntiq kredit olaraq. götürün, onu eləyim, bunu eləyim, amma adaya gəlmək daha. Kredit götürür. Mənə pul ver, nə olar Milli Bank. Nə olar? Onu o işləyib onsuz ödəyəcəklər də onu. Yəni də Düzdür, Yəni. kəsin mən götürərdim. Mən olsam mən də adaya yazardım. Mən olsam mən də adaya sardım. Yazma. Bura artıq dostlar adadır. Orada adaydı, yəni bura həqiqi adadır. bəli, Real adadır. Bu adam birinci fazasıdır yəni. Libə gedir indi. Lib. Unek döyüşü. Ora həmişə qırğın olur. Buranın qapıları çox ağır olur. Sakin dur. Allah. Bir dənə xətti göstər. Mən Yaqubun xəttini görəndə şoka düşdüm. Pis yazım bilən baxın. Bu pis xəttidir. Yaxşı xəttini də göstərsin reklamlardan sonra. Instagramda attığımı qoyaram. 60 liraya. Orada izləmişdim. Bunlar da məndə də var. Çox da şeydir. Bunu şey, yarmarkadan al, yarmarkadan. Dersləri görəndən sonra ayağının vəziyyəti. Bunların hamısını əzbərləyirsən. Hamısı əzbərləmirik, yox, prosta analiz eləyirik. Başa düşməyə çalışırıq, başa düşmürük düzdür. Ayda bir ay кейsi gözləsən, başa salın, Allah sən çək. Demək кейsi baş verir. Necəsən? Mərkəzə gelirsiniz. Ben getmirəm. Məndən sonra gedəsən. Vallahi da sənsiz maraqsındır ama. Ciddiyim bu arada. Allah çekme. Hüseyin beni eləməyin. Mən dedim bunu bunun içine dök. Ben sana ne doğru mu? Yoksa ilerleme falan ha. Bu böyle diyeceğim. Bir dənə keysimiz baş verir. Açda Azərbaycan danışır, çək bunu. 10 dəfə aldadıbdı, cəmaatı 4 nəfər aldadıbdı. Elə birini... Siz bu arada bunları böyle praktik edirsiniz abi. Aysa bu gün məhkəmədə bunun şey olacaq, apellyasiyası. Və ziyana var, ziyan çək. 164 min manat ziyan vurub cəmaata. Cəmaat loxdan zəlatsın. Biz də gedirik onların sayəsini alırıq. Çok şirin. Herkesin çok. Niyə çəkirsən, axı sözüm yoxdur deməyə. Hep ya. Sözüm yoxdur deməyə çarəsiz. O gəlirsən. Gəzdirəm. Gəl.
kantin. Gözlərinin qabağında pişirirlər. Çörək. Bu yeməklər çox güzel. Bir də her cür var, bakın. Şirniyyatlar da var. Dostlar, adaya gəlin. Her şey var burada. Salat, makaron, çörək təbii ki. Pizza. Pizza. Ama olsun var 2 manat verdim. Ha. Bir də göbələk şorbası. Baxın görüm dadlıdır. Tadım testi. Beğendi. Ben beğenmirdim adalları. Mən adalları bəli. Şəxsən Mələk ilk sərgən necə bir təsir bağışlamışdım sənə. Mən Mələyin üzünə baxmırdım. Amma mən pis olurdum, zaman başa düşdüm. Yəni mən insanların halından anlayıram. Amma sonra mən tanıyanlar, sənə tanısı ki, yox. Max Adalı. Ki buraya aldı. Bir həftədən sonra gördük ki, yox, mən elə insan deyiləm. Yaqub, gələcəkdə məsələn adada hüquq oxumaq istəyən tələbələrin nə öncədən Primkası. Hətta məsələn nə məlumat verə bilərsən öncəyi? Deməli, peşman deyiləm seçdiyimə görə. Yenə olsa yenə seçərdim adam həqiqətən. Aklıma elə yapmadıklarımda. Hə, nə tövsiyə edirəm? İngilis dili səviyyələrini yüksək tutsunlar. Timur yüze benziyor. Timur matematiğe benziyor. Timur test kitabına benziyor. Bunu elə adada oxuyan və ya oxumayan hamıya deyirəm. İngilis dəqiqdən çox önəmlidir. Və akademik səviyyədə ingiliscə öyrənməyə çalışdım. Ona əlavə məqalələr oxuyun. Yaqub, gözüm ötsün, gözüm yazıq gələcəksən. Hə, məqalələr oxuyun, çoxlu hüquqi məqalələr. Orada sözlər. Məsələn, imtahan sistemindən danışa bilərsən, bayaq bizə danışdın. Travma. Nə sən sonra nə mən anladım? Deməli, dostlar, bizdə suallar verirlər. Verməyək halbuki. Özümüz oxuyuruq. Məsələn, konstitusiya hüququnda Və Azərbaycanla ingilis dili onlarla deyə bilərsən. Necə tədris olur? Necə tədrisi? Hə. Bir onda hamısını danışma. Yox, çox danışma. Konstitusiya hüququnda ingilis dili Azərbaycan dilində olur. Sualların imtahanda biri ingilis dilində olur, qalanları Azərbaycan dilində olur. Çox çətin olmuş suallar, amma müəllimin yoxlaması çox striktdir. FLS müəllimimiz yenə ingilis dili materialları Azərbaycan dilində dərs, imtahan çox çətin olur. Legal history qapımızı bağlayır, evimizi yıxır. İngilis dilində dərs, ingilis dili Bu materialları arada çox. tarix, Azərbaycan tarixi sizdə Azərbaycanca olur, yoxsa? Legal history də İtalyan dilində də öyrənilir. Alman dilində də var. Ciddisən? Latinca da var, Yunan dilində də var, Roma dili, qədim Romada elə bir. Aha. Fərqli dilləri, terminlər öyrənilir, çox faciədir. Və sonra heç bir imtahan düşmədi. Evet, Hüseyin bəy, bəs sizdə dərslər necədir? Bizdə dərslərdə çox bir problem yoxdur. Bir dənə şey tövsiyə edirəm. Yes, yəni əgər məhz verirsinizsə, yəqin ki məktəbdə kimi oxuyursunuz, informatika yox. Mən SAT ilə işləməm. SAT ilə oxuyursunuzsa da, informatikanı öyrənin, kodlamanı bilin. Sən ixtisasını da deyirsən. Məndə məhzdir. İstəkli ehtiyac. Yəni ona görə yəni kodlamanı öyrənin. Kodlamanı bilmirsinizsə universitetə girirsiniz, öyrənin. Gəlməyin ya da yəni gəlməyin. Çünki gəlsəz tutulacaqlar sizi. Başqa bütün ixtisaslar lazımdır. Hüquqda da biz keçəcək, daha dərsiniz var. Ay, Amma üçüncü kurslar. Yenə Amma yenidən yəni kodlama bilməlisiniz. bir də məsələn adadakı Mənim kimi əziyyət çəkəcəksiniz. hə, sonra məsələn adada tutaq ki imtahanlardan kəsildiniz. Hə, yəni uzaqlaşdırmaz da söhbətləri nəzərə. Ayda danışın. Belə Ona bir kodu şey bilirsən, norm deyirlər. kod. Birincisi, yəni bizdə bəzi fənlər var ki, biz onların ən az keçid balı 73 olmalıdır. 73-dən kəsilsən, təzədən prohibition'a qalırsan və təzədən yay məktəbə götürməlisən. Ay bundan həll edin, bizdə elə bir söhbət olmur. Amma əgər həqiqətən kəsirsənsə, səni bir dəfə adadan tulluyurlar. Bilin, rədd ol. Ya başqa ya da günəşə. Bu da onlara həqarətdir də. Ay, çitingə olsa 3 il vaxt verirlər. 3 il vaxt verirlər. nəyə? 3 il vaxt verirlər. Yəni 3 dəfə probation düşürsüz, 3 il vaxtınız olur, 8 il arada oxuya bilirsiniz. Amma 3 ildə repair eləyəməsiniz 240 GP, yox, krediti, onda universitetdə oxuya bilmirsiniz. Bir Yəni fən qara 6 kredit bilmirsiniz. verir. Bir fən 6 kredit verir. 5 fənimiz olur. Yo, mən şey nəzərdə tuturum, məsələn, cheating eləyəndə tutulsaq. Bir dəfə tutulanda, Mən bir sizə dəfə bir hekayə tutulanda danışım. ikinci qadağan olunur. İkinci dəfə universitetin atılmalı. Yes. Aha, siz bu arada mübadilə eləyəsiniz harasa inşallah. Düşünürəm, amma inşallah bəlkə də. İnşallah. Belə bir şey deyim də, bizdə indi adım verməyəcəm. Adım verməyəcəm, oxuyanı. Hə, bir oğlan elə bir imtahanda dostuna kömək eləyib. 3.8 GPA-dən düşüb 2.9 GPA-yə. Dostu kömək eləmək də olmaz. Yox be. Bizdə Bu nə var?
Allah bilir. Mənə günə qatılıyıb. Yani bizde legal history'da bir kız var bu imtihanda. Ha, dedim ki, bir görüm elə söhbət edir, bir suxları kursuz deyir, hə, derim yeri tek eləmiş, deyir ki, ay Allah müəllimin adını dedim. Müəllim o vaxtı mənə onur pul vermişlər, bir nəfərə kömək elədiyimə görə, ona görə məcbur tek edirəm, yəni müəllim tutsa... Honor koddan da danışaq, honor kod yəni onun sizin diplomunuza da yazır və siz Müəllim oldu, müəllim oldu. Anlaşılsa bir də code of conduct var, bir də honor kod var. Honor kod daha betərdir, çünki siz əgər honor kod alandan sonra sizin sertifikasiya diplomunuza yazdır və gələcəkdə işə girəndə yəni hər dəfə nəzərə alınır və heç vaxt yəni elə bir universitetdə oxumalısınız. Bir addım arxaya düşürlər də. Sən Code of Conduct ilə Honor Code bir-birindən betərlər deyək. O Code of Conduct-ı sən davranış qaydalarına görə alırsan. Əgər hər hansı bir şey eləsən, onu da yazırlar və onunla da exchange eləyə bilmirsən. Hətta student type-ın belə olmur. Co-prezident, vitse-prezident ola bilmirsən. Yəni ümumiyyətlə universitetdə bizim hökumət var, oranın prezident, vitse-prezident olmursan, senator ola bilmirsən, exchange eləyə bilmirsən, master'a verə bilmirsən adaya. Yəni ada səni götürmür daim. Çox pisdir. Belə bir şey. Mələk dedi ki, Mən Ayanın bütün videolarını izləyirəm, çünki yemək yenə çox ləzzət edir. Birdən Hüseyin. Heç birinə baxmamışam. Çünki həqiqətən əvvəl məndən zəhləm gedir, mənim səndən zəhləm gedirdi. Görəndə Heydər Əliyev mərkəzində səndən dost oldu. Heydər Əliyev mərkəzində biz də oradan bir-birimizlə danışırıq. Könüllülük. Siz deyilsən. Məni dost eləyir. Biz niyə? Mən Hüseyni 3 dəfə Libdə nəsə olanda kafeyə getmişdik yadında. Yastıqda. Hüseyin də anda videoda inanırsınız kollektiv video çəkirdik. Hüseyin tərəfi bağlayırdı o düşməsin deyə. Elə bir... Sən orada mənə çox xoş deyirdin. Biz cingo oynayırdıq. Mən deyirdim ki, bunu belə eləsəydi, mən deyirdim, Allah belə girdin, danışdı da yenə bu da. Aşık. Sen kimsen burada rejissorluk ediyorsun? Kimsen sen? Doktorlarda xoşum gəldi. Mən səndən çox belə niyetli idi ki, sənə qarşı tanımırdım. Amma iş oldu. Ondan sonra Ucay səni o qədər sevləşmişdim ki. Evet, amma Heydər Əliyev mərkəzində gördüm ki, Hüseynlə düşmüşəm. Belə oynadım, Hüseynlə düşdüm. Amma bir gün, iki gün axırda aramız düzəldi. Kofe içəcək. Söhbət edir. Kofe sağ olsun. O vaxt ICPC-nin vaxtında düşmüşdü. Ancaq demək bu belə, özü demək bu belə olan əslində. Yaxınlaşır, şey eləyir. Hamıya deyəsinə. İki və faydanın nömrəsi varsa verə bilərsən, yer məsləhət alınından. Sən demişdin, konsey eləyəcək, bir ramaç eləyəcək. Öyle görüyor. Siz oradan Hüseyin. Çünki telefonla danışır. ICPC vaxtında düşmüşdü. Amma yaxşı oğlandı. Yaxşı, bu da sən mərkəzə dair bir həftə gəlirdin, 2-3 həftə gəlmirdin. Gələndə görmüşdük, qəşəng görsənərdilər. Binasının balkonu. Bütün gənclik görünür. Top. Ayan. Transferi eləməyəcəm. Dərs sistemi falan yaxşı alır. Çünki mən burada oxuya bilməzdim bəlkə, amma öyrəşərdim. Məncə öyrəşərdim. Sən yaparsın abla. Mənim eləyə bilməyəcəm heç bir şey yoxdur. Bəli. Arxada bax. Kara geceler üzerime titreyen birçok sözüm var. Beni bek... Kara geceler üzerime titreyen. Neyse dostlar. Nəsə, Ada bilib ki, Ayan gələcək, bugün günəş açıb hava. Bəli dostlar, Bakıda son 2 gündə hava çox küləklidir, amma bu gün mən gələcəm gün 5-ci gün hava çox qəşəngdir. Bəli. Ayan yenə yay halı ilə gəlib. Dostlar, təsəvvür edin, yemək yedik, partlayıram. Yeməklər çox ucuz idi, çox dadlı idi. Noşican. Mən yönətib istəmək istəmirəm, çünki sabah bir gün yönəkə gedəcəm. Oradan qovarlar. Rəms. Dostlar, bir dənə hissə var, hansı ki burada danışanda echo verilmiş. Hə. Özün seriyəsən ona. Oradan gəlirsəz. Hə. Sonra. Salam dostlar. Abunə olmağı unutmayın. Blogger, la blogger. Oha, niyə ki? Niyə belə? Yəqin burada nəsə görüşlər olur. Burada da mikrofon lazım. Həyətli mikrofon qoşa bilmirik axı. O, ciddi. Texnologiya. Oha. Mən bunu bu il kəşf eləmişəm. Bu il. Bir elə aa. Bir şey böyle eşkimiz de eşkimiz hala bu kadar. Değerli dostlar, vlogumuza yeni karakterler eklendi. Salam. Salam. Ferit. Gülsüm Ferit.
Mələk. Vay, bu vaxtdan yox idi. Bizi necə izləyir ana? Doymuyoruz. Sən adından iyrənə qədər bugün gələcəm. Qoy iyrənim burada. Mən sənə hələ nə yeməklərə çağıracağım ayağım. Dostlar, paytaxtdan düşün bir dənə. Dostlar, anları tanıyırsınız. Bəlkə çoxumuz tanıyır, o videonu görüb. O şəxs bu İndiki alın şəxsdir. bəlkə tanımırsınız, amma bəli, paytaxtı bilməyən uşaq mənəm. Çox sağ olun. Hal-hazırda adaya qəbul olub. Bəli, çox sağ olun. Ayanı burada görməkdən çox şadıq. Bəli, Adı Universitetinin Ayana ehtiyacı var idi, amma Adı itirdi. Adı itirdi, bəli. Salam İslam bəy, necə? Neçənci hədə qarşılaşırıq? Üçün. Tarix oldu. Böyleydi onlar. Çox belə yanaşıram. Sanki məktəbdən çıxıb ilk dəfə universitet mühitinə düşmüşəm. Elə hiss edirəm. Mən də düşmüşüm. YouTube'dasan bu arada. YouTube'dayım. Tamam. YouTube'a gelirsən. Davud Zəncilan... Konuş artık. Davud Zəncilanlıymış. Tosu Zəncilanski. Realda. Yaxşı. Getdiniz, gəzdiniz. Xoşunuza gəldi. Bəyəndiniz universitetimizi. Biz Instagramda görəcəyik o videonu, yoxsa şeydə? Hər yerdə. YouTube'da. Nə çəkir Instagramda? Çəkir xanım. Salam. Günü sonlandırdım mən də. Anacı gəldi dedi, oturanlar. Neyse, Mələk gedir. Bugün, yəni Mələyə çox deməsəm də, amma Mələyə içimdən çox təşəkkür edirəm. Ya canım heç eləmədim ki. Sadəcə gəzdirdim. Hə, gəzdirdik. Heç nə, öpürəm. Öpürəm səni. Anar, Azərbaycanın paytaxtı Aradır. Dostlar, deməli Davudla bir tanışlıq oldu. Mənim bir min yoldaşı, Davudun atasına siz yoldaşsınız. Elə. Nədir? Mən də bilmirəm. Kartoşka. Nuşitos. Nuşitos. Mərci. Nə qədər tutdu? 5 min. Zor. Mən də 4.90. Niyə?